dənə kletka yumurtanı hansı xaladelnikə yığacaqsan? Bir qəpikli yumurta, deməli onun bir qəpikli de dadı var. O qədər qalıb bu istidə. O 2 gündən sonra laxtalanacaq. Öləcək o yumurtanı yiyənlər. Qurban olun, bir qəpikli yumurta nə ola bilər? Sizcə bunun toyuq heç bilsə ki, onun yumurtası bir qəpiyə satılır. O götürüb onu yumurtlamaz. Vallahi da yumurtlamaz. Deyər ki, mənə əziyyətdir ki, mən orada qaqqıldaya götürürəm şey deyirəm. Mən yumurtlayıram 5 saat, gücənir orada. Nə var, nə bir qəpiyə yumurtası satılacaq. Şu toyuğun, özünüz fikirləşirsiniz ki, o toyuğun dəni heç bir qəpiyə dən yoxdur. Siz başa düşmürsünüz ki, bu xarab mallardır, sizə satırlar bunu. Necə ki, ölmüş toyuqlar ölür, bir de görürsünüz o. Çekip paylaşırlar Türkiye'de, toyuq firmasında hamısı ölüb. Hamısını təmizlətdirir, basır marketlere satırlar. Hamı da alır, yiyir. Yadınızda deyir, bu yaxınlarda bir nəfər tutmuşdular, at əti satırdı. Bütün rayonlara at əti verirdi. Siz de bəhbəhlə yiyirdiniz. Şafa salam. Təbii ki, vaxt 14 qəpik, 15 qəpik, 19 qəpik olan yumurta bir qəpiyə necə ola bilər? Özünüz başa düşünün, necə ola bilər? Bu toyuqlar yazıb ki, gündə Azərbaycanda əslində 4 milyon yumurta olmalıdır, 6 milyon olub. 2 milyon fərq edib də, 60 milyon olmayıb ki, sən onu necə götürüb bir qəpiyə verə bilərsən? Xəstə, cəmaatı xəstəsi, indi baxarsa ki, xəstəliklər çıxacaq. Görün, nə qədər insanlar bu yumurtadan zəhərlənəcəklər. Görməmiş deyib, gelib yığıblar xaladelnikə yumurtadan. Yumurtadan kompot edirlər indi. Yumurta mürəbbəsi pişirirlər. Belə yumurta, toyuq, belə toyuq, yumurta ucuzlaşıb, toyuğu da ucuzlaşdırdı. Toyuğu da verir 2 manata, gör verərsən, verməzsən axı. Xarab olmuş yumurtalar basıb cəmaatı bir qəpiyə. Zəhərləyicini baxarsınız, bir həftədən sonra balnitsalarda olacaq adamla. Hamısı zəhərlənəcək yumurtadan. Gelib 1000 manat orada verib müalicə alarsınız. Demirsiniz toyuq çoxdur, çox yumurtlayır, götürün kəsin toyuğu, kilosu 2 manatdan verin geçsin. Gör verərsiniz, verməzsiniz axı. Yumurtalı kompot, yumurtalı qəlyan. Ay Allah, 10 dəqiqə mənə heç kim görməyəcək. 10 dəqiqəlik mənə zat gəldi. Nə deyil?